Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,91-ci kilometrlik hissəsinin birinci texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına, bəzi hissələrdə isə 6 hərəkət zolağına qədər genişləndirilməsi layihəsi uğurla icra olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 27,5 metr, yol hərəkət hissəsinin eni isə 15 metr təşkil edir. Yol örtüyünün əsası, yəni asfalt beton örtük 29 cm olmaqla ümumilikdə yol geyiminin hündürlüyü 1 metr 16 cm-dir. Söz gedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur. Birinci hissə 13,3, 15,1, ikinci hissə 15,1, 44,6, üçüncü hissə 44,6, 67,5, dördüncü hissə isə 67,5, 91-ci kilometrlik əraziləri əhatə edir. Yolun 44,6, 67,5-ci kilometrlik hissəsi üzrə yenidən qurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb. Yol boyu layihə çərçivəsində 42 ədəd dairəvi boylu, 6 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa olunub. Bundan başqa yolun 56-cı kilometrliyində Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi də inşa olunub. Metal konstruksiyalı keçidin uzunluğu 31 metr, eni isə 2,7 metrdir. Yolun 62,9-cu kilometrliyində Ceyrankeçmək çayı üzərində 47,5 metr uzunluğunda yeni avtomobil körpüsünün və 6 yerdə geri dönmə hissəsinin tikintisi də başa çatdırılıb. Layihənin 13,3, 15,1-ci kilometrlik hissəsində yerinə yetirilmiş iş həcmi 19% təşkil edir. Burada tikinti işlərinə 2016-cı ilin avqust ayında start verilib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4,5 metrində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışı təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbə daxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilir. Bundan başqa su keçidi və metal konstruksiyalı 2 ədəd yerüstü piyada keçidi inşa edilir. Həmçinin piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 2 istiqamət üzrə 1,5 metrində səkilərin də tikintisi nəzərdə tutulub. Layihənin 15,1, 44,6-cı kilometrlik hissəsində tikinti işlərinə 2011-ci ilin avqust ayında başlanılıb, bu günə qədər yerinə yetirilmiş iş həcmi 68% təşkil edir. Layihə üzrə bu hissədə 35 ədəd dairəvi borunun, 9 ədəd düzbucaqlı su keçidinin, 4 ədəd alt keçidin, 5 ədəd geri dönmə hissələrin, 26 ədəd drenaj borularının və Pirəkəşgül qəsəbəsi ərazisində 1 ədəd metal konstruksiyadan ibarət yerüstü piyada keçidinin tikintisi işləri aparılmalıdır. Hazırda bu hissədə mövcud yolun 15-22-ci kilometrliyində deformasiyaya uğrayan hissələrin yenidən qurulması və su ötürücü boruların tikintisi işləri aparılır. Layihənin 67,5, 91-ci kilometrlik hissəsində isə tikinti işlərinə 2013-cü ilin dekabr ayında başlanılıb və yerinə yetirilmiş işlərin həcmi 74%-dir. Yolun 68,4-cü kilometrliyində Ceyrankeçmək çayı üzərində ikinci avtomobil körpüsünün də inşası bitib. Körpünün uzunluğu 54,1 metr təşkil edir. Layihə üzrə söz gedən hissədə 46 ədəd dairəvi borudan 17-si, 3 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa edilib. Hazırda torpaq yatağının, yol geyiminin, dənəvər laylarının, asfalt beton layların, su ötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür. Buna başqa 5 ədəd yerüstü piyada keçidinin quraşdırılması nəzərdə tutulub. Hazırda keçidlərin tikintisi ilə əlaqədar işlərə başlanılıb. Magistral yolun 70-ci kilometrliyində sürüşməyə meyilli sahədə sıvayı işləri, əsasın alt materiallarının sərilməsi və asfalt beton işləri davam etdirilir. Ümumilikdə qeyd edim ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3, 91-ci kilometrlik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru olmalıdır. Həmçinin yol boyu zəruri olan yerlərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır. Bundan başqa layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissə və Ceyrankeçmək çayı üzərində 2 yeni avtomobil körpüsü də var. Və yaxın müddət ərzində yolun 91-107-ci kilometrlik, yəni 16 kilometrlik hissəsinin də yenidən qurulmasına başlanılacaq. Qeyd edək ki, regionları birləşdirmə baxımından böyük əhəmiyyəti malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.